66 marşrutun yolunda yola 400-500 metrlik məsafədə şəxsi tikili bir evin çəkilişinə gəlmişik. Bura evimizin həyətidir. 2 Masallı xeyir versin. Həqiqətən çox gözəl bir evdir, maraqlı bir variantdır. Razinə, Bakıxanov qəsəbəsinə də yaxın məsafədə yerləşir. 66 nömrəli marşrutun yolu Qaraçur qəsəbəsində, yəni bu ərazidə yaşayanlar bilir. Ərazi haqqında məlumat verdik, indi isə evimiz haqqında məlumat verəcəm. 3 sotun üstündə yerləşir. Bura evin qapıdan girişi bir dənə göstərək qardaşım. Bir dənə qapıdan girişi göstərək. Bura evin qapıdan giriş hissəsi, darvazasıdır. Burada toyuq-cüzə saxlamaq üçün yer düzəldilib. Hal-hazırda yaşayış var, yəni ev sahibləri özləri yaşayır. Burada çöldə sanuz elimizdir. Bir dənə göstərək qardaşım. Həyətində də dəyərli izləyicilərim, növbənöv meyvə ağaçları, bar verən ağaçları var. Əncilidir, almasıdır, armududur. Yəni növbənöv ağaçlarımız var. Deməli, dəyərli izləyicilərim, bir neçə maşın yerləşir gördüyünüz kimi. Kanalizasiya xətti, dövlətin kanalizasiya xəttidir, yəni şambo deyil. Evin yan tərəflərinə fırlanmaq mümkündür. Belə bir maraqlı həyəti var. Burada istirahət üçün yer düzəldilib, üstünü bağlamaq da olar. Evin qiyməti indiki bazar üçün həqiqətən çox münasibdir. Belə deyim də, Razində, Qaraçurda, Neftçilərdə, Qaraqarayevdə 3 otaqlı bina evinin qiymətinə 3 sotun üstündə 7 otaqlı 240 kvadrat metr sahəli paket kupçalı evi sizə təklif edirəm. Dostlar, indi istəyirəm evin daxili ilə sizi tanış edeyim. Daxili də olduqca, yəni belə deyim, səliqəli vəziyyətdədir, gir-yaşa vəziyyətdədir. Daxilindən başlayaq. Evimizin daxilindən təqdimatımıza davam edirik, dəyərli izləyicilərim. Evdən girən kimi geniş bir dənə uzun xol hissəsi də oradasa 12 metrə. Evin daxili hündürlüyü də pis deyil, yəni 3 metrəyə yaxın daxili hündürlüyümüz var. Deməli, solda mətbəxdə onu göstərəcəm. Koridorun sağında belə bir zalımız var, haradasa 30-35 kvadrat metr sahəli. Olduqca səliqəli vəziyyətdədir. İndi isə dostlar, sanuz el, sanitar qurşağımızı təqdim edəcəm. Mən göstərək, zəhmət olmasın. Ümumi 7 otaqdan ibarətdir. Birinci mərtəbədə deməli zaldır. Yəni bu uşaq otağıdır, bunu da göstərək. Və valideyn yataq otağımız da var. Birinci mərtəbədə 3 otaq var. Zal, 2 ədəd yataq otağı, sanuzel, sanitar qurşaq və mətbəx. Yəni buranı da göstərək, zəhmət olmasın. Evin stili sistemi kombidir. Mərtəbəyə qalxan pilləkənimiz də parketli, dəyərli izləyicilər. Bir dənə zaldır. Çox gözəl, maraqlı bir proyekti var həqiqətən dostlar. Belə bir geniş otağımız var 2-ci mərtəbədə. Buranı 2 otağa da çevirmək var, amma ev sahibi belə seçimini bu cür edib. Yəni belə geniş bir dənə xol hissəsi, divanı, kreslosu, televizoru gördüyünüz kimi maraqlı bir dənə xol hissəmiz var. Burada növbəti otağımız ümumi 7 otaqdan ibarətdir. Deməli, qarşısı da eyvan hissəsini onu da göstərəcəm. Burada növbəti bir otağımız 2 Masallı xeyir versin. Həqiqətən gözəl evdir. Təmir qaydasında 2 mərtəbə 7 otaqlı bir evdir. Dostlar, qiymət də dediyim kimi 3 otaqlı mənzilin, 3 otaqlı bina evinin qiymətinədir. Otaqları göstərək, zəhmət olmasın. Hər 2 mərtəbədə sanuzel, sanitar qurşağımız var. Otaqlar da kvadratı yaxşıdır, pis deyil. 20, 15, 25 yəni ölçülər normal ölçülərdir. 2-ci mərtəbənin sanuzeli, sanitar qurşağı. Qarşısında dediyim kimi eyvan hissəsi var. Evin qarşısı açıqdır. Dostlar, buradan göstərəcəm. Ben operatorımız çəksin. Belə bir maraqlı eyvan hissəmiz var. Dəyərli izləyicilərim, xeyirli olsun. 2 Masallı xeyir versin. Evin qiyməti həqiqətən çox maraqlıdır. 2 mərtəbəli ev, 240 kvadrat paket qutçal, 3 sotun üstündə sənədlər tam qaydasında. Deməli, 207.000 manatla, dediyim kimi, şəhərdə 3 otaqlı bina evinin qiymətini. 207.000 manatla evimiz satışa çıxıb, təcili. Əgər real alıcı olarsa,
qiymətdə ev sahibi ilə razılaşmaq mümkün. Yəni yenə də cüzi endirim olunacaq. Dəyərli izləyicilər, videolarımızı izləməyi, bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, var olun.